Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Tanınmış dilçi alim, dosent Əbülfəz Muxtaroğlu vəfat edib. Ajans AZ xəbər verir ki, bu barədə Naxçıvan Dövlət Universiteti məlumat yayıb. Qeyd edək ki, Əbülfəz Muxtaroğlu Quliyev 1939-cu il iyunun 1-də Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Zərnətin kəndində anadan olub. Bakı-Qazax yolunda ağır qəza, ölənlər var. Göygöldə minik maşını aşıb, 2 nəfər ölüb, 2 nəfər yaralanıb. Günün xəbərləri unikal. AZ-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində baş verib. Hərəkətdə olan Mercedes markalı minik maşını idarə etmədən çıxaraq yolun kənarına aşıb. Qəza zamanı 2 nəfər hadisə yerində ölüb, 2 nəfər isə ağır yaralanıb. Ölən və xəsarət alanların kimliyi dəqiqləşdirilir. Hadisə yerinə DYP əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.